Salam dəyərli izləyicilərim. Bu gün sizinlə fərqinə vardığım bir məsələni paylaşmaq istəyirəm. Bu videoya başlamağım insanın özü də bilmədən, istəmədən həyatını necə çətinləşdirməsi sualı oldu. Bəli, həqiqətən də insan özü də bilmədən, istəmədən həyatını necə çətinləşdirir? Bu sualın özü həm də bir çox sualın cavabıdır. Fikir vermisinizmi? Bir çox yetkin insan uşaqlıq illərinin, uşaq vaxtı yaşadığın həyatın həsrəti ilə yaşayır. İndi bəzi insanlar deyə bilər ki, yox, xeyr, əksinə heç istəməzdim təkrar o illərə qayıdım. Fərqi görürsünüzmü? Bəs bu fərqin səbəbi nədir sizcə? Səbəb çox sadədir. Rahatlıq, qayğısızlıq, sadə və bəsit həyat. Bəli. Əslində bir çox insanın uşaq yaşlarına qayıtmaq istəyi bu səbəblədir. Və ya əksinə, əgər uşaqlıq illərinə qayıtmaq istəməyən bir yetkin insan görürsünüzsə, bilin ki, onun indi yaşadığı həyat daha rahat, daha qayğısız, sadə və bəsitdir. Bəs necə olur ki, insan öz həyatını çətinləşdirir? Bəlkə də bir neçə dəfə həyatınızda bu sualı özünüzə vermisiniz. Harda, nəyi yanlış etdim ki, öz rahatlığımdan uzaq düşdüm? Niyə hər zaman təlaş, tələskənlik və təşvişdəyəm? İlk olaraq anlamamız gərəkən bir məsələ var ki, insan bu dünyada zaman və məkan çərçivəsində yaşayır. Bəli, insan doğulduğu gündən son günədək zaman və məkan prinsipləri əsasında həyatını idarə edir. Bu bir işarədir ki, biz həyatımız boyu öz zamanımızla dost olub əl-ələ yaşamalıyıq. Yəni, onu lazımsız işlərə sərf etməməliyik. Yəqin siz də mənim kimi çox tez-tez rast gəlmisiniz ki, yaşlı insanlar gənc vaxtlarında, yetkin vaxtlarında öz zamanlarını düzgün idarə edə bilməməkdən şikayətlənirlər. Adətən o cümlələr belə başlayır: İndiki ağlım olsaydı, zamanında bunu etməzdim və ya bilsəydim, zamanında bunu etməzdim. Bəzən görürsünüz ki, eyni yaşlı adamlar arasında kifayət qədər fərq olur. Onların həm yanaşma tərzi, düşüncə tərzi, hətta xarici görünüşlərində belə fərq olur. Çünki zamanını düzgün idarə edən insanlar daha sərbəst, daha rahat, üz cizgiləri daha hamar, həmçinin onların əsəb sistemləri, hadisələrə yanaşma şəkilləri daha təmkinli olur. Çünki onlar lazımsız işlərin verdiyi narahatlıqlarla üzləşməyiblər. Bir sözlə, yaşadığımız dünyada zamanımız bizim ən dəyərli xəzinəmizdir. Onu kimlərlə, hansı işlərə və nə üçün sərf edəcəyimizə diqqətlə fikir verməliyik. Digər bir anlayış isə məkan anlayışıdır. Məkan bizim var olduğumuz mühitdir. Bu bizim ailəmiz, dostlarımız və məşğul olduğumuz işdir. Əgər siz öz mühitinizdən narazısınızsa, bilin ki, kainatın sizə vermək istədiyi bir mesaj var. Nə isə yolunda deyil və siz yanlış yerdəsiniz. Bəzən insanların yanlış yerdə olmasına səbəb ən yaxşısını istəmələri olur. Düşünürük ki, bugün istəmədiyimiz insanlara məruz qalmaq, istəmədiyimiz mühitdə var olmaq sabahımızın xoşbəxtliyi üçün açardır. Xeyr, belə deyil. Əksinə, zamanımızı düzgün idarə edib, qazandıqlarımızı düzgün istifadə etsək, lazımsız xərclər etməsək, öz həyatımızdan məmnunluğumuzu sadə prinsiplər əsasında idarə etsək, lazımsız narahatlıqlara dözməyimizə səbəb olmayacaq. Çünki həyat kimlər üçünsə yox, özümüz üçün ən doğru olanı seçmək deməkdir.